Əgər iyi bilməni tamamilə itirmisinizsə və gecə yatanda xorulduyursunuzsa, gündəlik həyatda nəfəs darlığınız varsa və daimi burun tutulması, burun tıxanıqlığı varsa, burun daxili adenoidləriniz şişirsə və burunun içində poliplər və s. varsa, xüsusilə körpə uşaqlar yatanda nəfəs ala bilmirlər burnundan, ona görə ağzı açıq yatırlarsa, onda zəhmət olmasa burada ürəyin üzərinə vurun, videonu bəyənin, ürək qırmızı rəng olsun, videonu bu problemi olan adamlara göndərin, bir də öz fikirlərinizi yazın, sizdə hansı problemlər var. Xüsusilə allergik rinitiniz varsa, siz Coldmix damla istifadə edə bilərsiniz. Baxın, belə. Coldmix damla istifadə edə bilərsiniz. Bunun içində 10 millidir və bu necə bir şeydir? Baxın, belə bir damladır. Belə bir damladır, 10 millidir. Bir dənəsi 14-15 manatdır və 3 aya yaxın gedir. Belə paltarınızın üstünə 2 damcı, paltarda ləkə saxlamır. 4 saatdan bir paltarınızın üstünə, plus burnunuzda belə tutub məşq eləyə bilərsiniz, hər 2 saatdan bir 10 dəqiqə. Bir də axşam yatanda yastığın hər küncünə bir damcı damcıladıb, həm uşaqlar, həm böyüklər üçün yata bilərsiniz. Və bunu bir həftə eləyin, onda görəsiniz ki, siz artıq burun spreylərindən necə azad olursunuz. Apteklərin hamısında var. Növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın. Sağ olun.